Sözlerden birinin antonimi düzgün verilmeyip. A. Dolu boş antonimdir bir-biriyle. Qaraqabaq gülərüz bir-birindən antonimdir. Əbədi müvəqqəti bir-birindən antonimdir. Xeyir, şər. Bax, şər sözünün antonimi olan xeyirdir. Xeyir. Burada isə görürsünüz iysiz yazılır. Bu ədatdır. Düzdür? Ona görə də bunlar bir-birindən antonim deyil. Sualın cavabı olacaq D bəndi. Kədərlə sevinç antonimdir. Sözlərdən birində səs uzanması müşahidə olunur. Ördək, izah, dəftər, kəpək yoxdur. Amma nadir. Nadir sözündə A saytı uzun tələffüz olunur. Cavab olur Y. Hansı cümlə mənsubiyyətə görə dəyişmiş isimlə başlanıb? Mənsubiyyətə görə dəyişmiş isimləri tapmaq üçün onun qarşısına yəli çallı şəxs əvəzliyi. Mənim, sənin, onun, bizim, sizin, onların şəxs əvəzlərini artırmaq lazımdır. İndi gəlin görək, verilmiş cümlələrdən hansının qarşısına bu əvəzlərdən hər hansı birini yazsaq, onun mənsubiyyət olduğunu müəyyənləşdirə bilərik. Məktəbi bitirib şəhərə köçdü, onun məktəbi bitirib şəhərə köçdü deyənmərik. Bu təsirli çaldı. Kitabı oxuyub dərin fikrə daldı, onun kitabı oxuyub dərin fikrə daldı deyə bilmərik. Qələmi itmişdi, yenisini aldı. Onun qələmi itmişdi. Fikir verdiniz, onun qələmi, buradakı i mənsubiyyətdir. Sualın cavabı olur C variantı. Yəni, uşaqların sözü yəli çaldı, meşəni keçdik, onun meşəni deyəmir. O meşəni, bu meşəni təsirli çaldı. Cavab oldu C. Savadlı sözünün fonetik xüsusiyyətlərinə aid yanlış fikri müəyyən edin. Tələffüz şəklini qeyd eləyək. Savad D şəklindədir. D, T kimi tələffüz olunur, L, D kimi. Kar cingiltili samit cütlüyü işlənib, T, D doğrudur. L cingiltili samitdə qarşılığı yoxdur. Bu sözdə tələffüzdə görün L varmı? Xeyr. Deməli, cavab olacaq B variantı. Kar və cingiltili samitlərin sayı bərabərdir. S, T, V, D doğrudur. 2-2-dir. 3 hecə var. Ahənc qanunu pozulmayıb. Bəli. Həm açıq, həm qapalı saat iştirak edir. A'lar açıq, I qapalı doğrudur. Cavab oldu B. Sözlərdən birində K səsi işlənməyib. Şəfəq K səsi var. Bank var. Kassa var. Nöqtə var. Təşkil. Burada G səsidir. Cavab olur Y. Amonim sözlərdən ibarət cərgəni müəyyən edin. Od, qalib, amonim deyil. Nəfis, inci, nəfis, amonim deyil. Qala, maşın, maşın, amonim deyil. Yaz, sənəd, sənəd, amonim deyil. Kürü, amonimdir. Top, amonimdir. Cavab olur Y. Hansı cümlədə müzərrət isim işlənib? A. Onun etibarlı adam olduğunu bilirdim. Cümlədə müzərrət isim yoxdur. İnsan üçün ən vacib şey sağlamlıqdır. Sağlamlıq müzərrət isimdir. Fikirləşdik ki, hələ şəhərdə yaşayaq. Konkretdir, müzərrət isim yoxdur. Pəncərələri bağladım, pərdələri çəkdim. Pəncərə, pərdə konkretdir. Bu saatı atam bağışladığı üçün dəyərlidir. Konkretdir. Cavab oldu B variantı. Toplu isim işlənmiş cümləni müəyyən edin. Bu, kral ailəsinin yarışı izləyə bilməsi üçün idi. Toplu isim yoxdur. Ad günüm həmişə olduğu kimi haykü ilə keçirdi. Toplu isim yoxdur. Xalq bəzən belə yenilikləri qəbul etmək istəmir. Xalq sözü toplu isimdir. Bağda böyük qonaqlıq təşkil etməyə qərar aldıq. Toplu isim yoxdur. O dövrdə universitetlərdə oğlanlar təhsil alırdılar. Toplu isim yoxdur. Cavab oldu C variantı. Xalq toplu isimdir. Sözlərdən biri şəxsə görə dəyişmiş isimdir. Məktəblisən, sən məktəblisən. Bax, şəxsə görə dəyişib. Siz çoxsunuz, isim deyil. Gözəldir, isim deyil. Sevinirəm, isim deyil. Məqsədiniz, sizin məqsədiniz burada mənsubiyyətə görə dəyişib. Cavab olur A bəndi. Məktəblisən ismi şəxsə görə dəyişmiş isimdir. Uyğun fikirləri müəyyən edin. Doğrudur hissəsindən doğrudur olanı seçəcəyik, yanlışdırdan yanlış olanı seçirik. Bahar sözü həm ümumi, həm də xüsusi isim kimi işlənə bilir. Bəli, bahar insan adı bildirə bilir. Bir də fəsil adı. Bir doğrudur. Bir olan bəndləri saxlayırsınız, yerdə qalan çıxırıq. Ümumi isimlər heç vaxt böyük hərflə yazıla bilməz. Niyə ki? Cümlənin əvvəlinə gələndə hansı hərflə yazılacaq? 2 səhvdir. 2 olan bəndi çıxırıq. Yanlış olur, tərəfə baxırıq. Yaşar sözü ümumi isim kimi işlənə bilir. Yaşar sözü ümumi isim kimi işlənə bilmir. Xüsusi isimlər cümlənin hər yerinə böyük hərflə yazılır. Bu doğrudur. Cavab olacaq 1-lə 3 D variantı. Mətnə görə Cavidə aid olmayan fikri müəyyən edin. A. Təhlükəyə atılmaqdan qorxmur. Bəli, batan uşağı xilas eləyir. Doğrudur. Hisslərini gizlətməyə çalışır. Xeyr. Hisslərini gizlətmir. Hə, bu
təbiətin, quşların, heyvanların qənimi olan uşağa qarşı fikrini bildirir, həm də Arifə burada nə deyir? Sən ondan da qansızsan və s. və s. Deməli, bu yanlışdır. Təbiətin ədalətinə inanır. Sonda nə deyir? Təbiət onu cəzalandırmaq istəyirdi. Bu da doğrudur. Canlıların zərər görməsini istəmir. Bəli, bu da doğrudur. Xasiyyət seçkinli deyil. Bəli, kin saxlamır da batan uşağı, o qansız olan uşağa, belə deyək, pis olan uşağı xilas edir çətinlikdən. Bu da doğrudur. Cavab oldu B variantı. Hisslərini gizlətməyə çalışan uşaq deyil. Mətnə görə düzgün əlaqələri müəyyən edin. Səbəb nəticə əlaqəsi verilib. Gəlin görə hansılar doğrudur. Cavidin mərhəməti və fədakarlığı uşağa təsir edir. Uşaq səhvini etiraf edir, Caviddən üzr istəyir. Yəni burada üzr istəmək söhbəti yoxdur. Ona görə də bu nəticə doğru deyil. Arif yaxın dostunun yanlış hərəkəti etdiyini görür. Bir daha onunla da oynamayacağını bildirir. Xeyr, sadəcə ona fikrini bildirir ki, sən ondan da qansızsan. Bu da doğru deyil. Yaz fəslində çay birdən-birə coşur, sel yaranır. Bəli, mətn düz əksini tapıb. Uşaq quş yuvalarını dağıdır, heyvanlara işgəncə verir. Cavidlə uşaq arasında ziddiyyət yaranır. Bəli, bu da doğrudur. Cavab olur 3-4 D variantı. Mətndəki əsas fikri müəyyən edin. Mətndə belə deyək ki, xaraktercə pis uşaq var və o uşağa qarşı fikrini bildirən Cavid var. Və o pis uşaq, xaraktercə pis olan uşaq çətin vəziyyətə düşür. Cavid nədir? Onu çətin bu vəziyyətdən xilas edir. Yəni, burada onu deməkdir ki, əsl insanlıq düşmənə mərhəmət göstərə bilməkdir. Yəni, Cavidin də insanlığı, yəni bəyənmədiyi, hərəkətini, işlərini bəyənmədiyi uşağı çətin vəziyyətdən xilas eləməkdir. Cavab olur B variantı. Mətndəki əsas fikir, əsl insanlıq düşmənə mərhəmət göstərə bilməkdir. Mətnə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. Mətndəki problemin yaranmasına səbəb oldu. Problemin həll olmasına səbəb oldu. Mətndəki problem nədir? Uşaqlardan birinin pis olması, xaraktercə pis olması və digər uşağın ona o etdiyi hərəkətlərin yanlış olduğunu bildirir və bunlar arasında nə yaranır? Ziddiyyət yaranır. Düzdür? İki uşağın arasında yaranmış ziddiyyət, bunu götürə bilərik. Uşaqların böyüklərin sözünə əməl etməsi söhbəti yoxdur. Cavab 1 olacaq burada. 1 olan bəndləri saxlayırsınız. Problemin yaranmasına səbəb heyvanlara qarşı kobud münasibət. Bəli, bunu seçirik. Çünki oradakı uşaq da zaten bunu eləyir. 1-3 olan bəndi saxlayırsınız, digərlərini çıxırıq. Gəlir sağ tərəfə. Problemin həll olmasına səbəb mənəvi dərs. Xaraktercə pis olan uşaq çayda boğulur, Cavid onu xilas eləyir və sonda uşaq nədir? Öz etdiyi səhvi başa düşür, cavab olur C variantı. Mətndəki hadisələrin ardıcıllığını müəyyən edin. Hadisələri bu mətnə görə müəyyənləşdirək. Əvvəlcə buradan çıxara bilərik ki, uşaqların anlaşa bilməməsi, bəli, biri kobuddur, biri o kobudluğu vurur, üzünə vurur və onlar arasında problem yaranır deyə bilərik. Birinci 2 ilə başlayırıq. Sonra gəlirik gözlənilməz sınaq anı. Həmin o xaraktercə kobud olan uşaq çayda boğulur və Cavid onu xilas eləyir. 2-1 bunu göstərə bilərik. Və Cavidin onu xilas eləməsi fədakarlıq nümunəsi. 2-1-4 xəyal qırıqlığı yaradan söz Arifin Cavidə dediyi sözlər. Bunu deyə bilərik. Bir də ən sonda da mənəvi yaxınlaşma. O kobud olan uşaq nədir? Cavidə yaxınlaşır. Bunu da belə deyə bilərik. Ardıcıllıq 2-1-4-5-3. Bu ardıcıllıq hardadır? 2-1-4-5-3 cavab A bəndi. Mətndə çərçivə daxilində verilmiş ifadənin qarşılığını işləndiyi cümləni müəyyən edin. Gözləri bir-birinə dəyəndə ikisi də birdən qucaqlaşıb kövrəldilər. Gözləri bir-birinə, yəni baxışları bir-birinə sataşanda mənasındadır. Baxışlarım uşağa sataşanda həyəcanlı olduğunu gördüm. Cavab olacaq D bəndi. Yəni bu cümlədəki məna ilə sataşanda sözü ilə dəyəndə sözü bir-birinə qarşılıq kimi ifadə, yəni işlənə bilər. Mətndə altından xətt çəkilmiş söz hansı cümlədə mətndəki mənada işlənmişdir? Altından xətt çəkilən söz həmişə baharda quşların yuvasını uçurar, yuvada ətcə balaları götürər. Yəni nə isə götürmək mənasında. Və fikir versəz görərsiniz ki, bu məna cümlələrdən hansında var? Y bəndə baxın, çörək qırıntılarını götürüb təmiz bir yerə qoydum. Məsələn, digər bəndlərdə məsələn, məhsul götürmək o mənada deyil. Söz götürməyən o mənada deyil, yəni frazo birləşmədir.
Ümumilikdə götürsək, bu kursun faydası çox oldu. Tamam fərqli mənadır burada. Planlarım içində özümə maşın götürmək də var, maşın almaq mənasıdır burada. Yəni bu nəyisə götürmək mənasında cavab olacaq Y variantı. Çörək qırıntılarını götürüb təmiz bir yerə qoydum. Mətndə qarşı-qarşıya qoyulur. Mətndə Cavidin fədakarlığı, mərhəməti, qayğıkeşliyi, digər uşağın isə qəddarlığı, zalımlığı qarşı-qarşıya qoyulur. Cavab olacaq B variantı. Qayğıkeşliklə zalımlıq qarşı-qarşıya qoyulur. Mətndə tünd qara hərflərlə verilmiş sözlər əsasında cədvəli tamamlayın. Böyümək ağız sözlərdir. Burada məsələn ziddiyyət də böyüyürdü Selin ağzından. Mətndə həqiqi yoxsa məcazi mənada işlənib. Məsələn ziddiyyət də böyüyürdü məcazi mənada işlənib. Selin ağzından məcazi mənada işlənib. Yəni burada hər ikisinə yazırıq məcazi. Məcazi. İndi bunları biz həqiqi mənada işlətməliyik. Bax, yadda sal, sizə nə verib? Böyüməklə ağız sözü. Düzdür, yəni burada böyütməkdir, böyüdülməkdir və s. mənada işlətməyin. Böyük sözünü işlətməyin. Sadəcə böyümək verilib, düzdür. Bir də ağız sözü verilib. Yəni bu formada işlədəcəksiniz. Həqiqi mənada işlədəcəksiniz. Məsələn, deyirəm ki, uşaq böyüyür. Uşaq böyüyür. Bu formada işlədə bilərsiniz. Bir də məsələn, həqiqi mənada işlədək ki, məsələn, ağzında dişi yoxdur. Ağzında dişi yoxdur. Yəni, hər ikisi gördünüz ki, həqiqi mənada işləndi. Bax, bu formada cavablar yazıb sualınızı yekunlaşdıra bilərsiniz. Mətnə əsasən cədvələ tamamlayın. Uşaqlardan biri heyvanlara zərər verir və Cavid həmin uşağa qarşı öz fikrini bildirir, haqsızlığını, yəni haqsız etdiyini bildirir və s. və s. Ona görə də burada yaza bilərik ki, bax burada fikir ver. Bu ikinci abzasdakı fikirlər burada yaza bilərik. Məsələn, Cavid o uşaqla yola getmir. Cavid o uşaqla yola getmir. Bunu yaza bilərsiniz. Sonra deyir ki, bu ətçəbal, ona deyərdi ki, bu ətçəbalların da ata-anası var. Onları balasız qoyursan, quşları öldürürsən. Və bu kimi fikirləri oraya yaza bilərik. Sonra bu səbəb hissəyinə yazırıq. Cavid Arifə narazılığını bildirir. Niyə? Arif nə deyir? Sən nahaq bu qansızı Selin ağzının aldın, qoyaydın, boğulaydı. Axı o bizim düşmənimizdir. Bax, bu fikirlərdən hər hansı birini buraya yaza bilərdik. Arif Cavidə nahaq o uşağı xilas etdiyini bildirir. Bunun müqabilində nə deyir? Cavid qəzəblə Arifə dedi, sən ondan da qansızsan və s. və s. Bax, cədvələ bu kimi fikirlər yazaraq sualı cavablandıra bilərsiniz. Üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənada işlənmişdir? Bax, ikinci abzasda zaman axmaqda davam edir. Axmaq məcazidir, yəni bir məcazidir. Biri seçirik. Gəlirik növbəti ikinci sözü axtarırıq. Şöyle ikinci söz hardadır? Bax, bu 1, 2, 3, 4-cü abzasda 2 eyni saat fərqli sürətlə hərəkət edən gəmilərdə yerləşdirilərsə, həqiqi mənadadır. 2-ni çıxırıq, 2 olan bəndləri çıxırsınız. Gəlir növbəti abzasa. Psixoloji çalarlara da malikdir, məcazi mənadadır. 3-ü seçirik. Quşların səsi həqiqi mənadadır. Cavab olacaq 1-3 B variantı. Mətnə əsasən zamanın idarə olunmağa başlaması hansı nəticəyə səbəb oldu? Bax, bu sualın cavabı bu abzasdadır. Belə deyək ki, məsələn, 13-cü əsrdə isə Avropada mexaniki saatların yaranması ilə zaman nəinki ölçülməyə, həm də idarə olunmağa başlandı. Artıq zəng səsi ilə iş başlanır, zənglə dayandırılırdı və s. və s. Orada nə deyir? Kəndlinin bioloji ritmlə yaşadığı dövrdən sənaye fəaliyyətinin dəqiqələrə bölünmüş həyatına keçid baş verir. Artıq burada nə deyə bilərik? Zamanın idarə olmağa başlaması sənaye həyatına keçidin baş verməsinə nəticələnir, səbəb olur. Cavab olacaq C variantı. Mətnin 6-cı abzasına əsasən kvant fizikasında zaman, baxaq 1, 2, 3, 4, 5, 6. Bugün kvant fizikasında zaman anlayışı daha da mürəkkəbləşib. Bəzi nəzəriyyələrə görə zaman illüziyadır və yalnız müşahidəçi onu yaradır. Yəni bunu deyə bilərik ki, zaman sadəcə müşahidəçinin şuurunda mövcuddur. Cavab olur D variantı. Mətnə əsasən insanın zamana qarşı ilk texnoloji dirənişi ifadəsi hansı hadisəyə aiddir? İlk abzasa fikir verin.
Təxminən 3500 il əvvəl qədim Misirlər su saatları düzəltməyə başladılar. Bax, bu hissəni deyə bilər ki, biz insanın zamana qarşı ilk texnoloji dirənişi Misirlərin su saatları düzəltməyə başlamasıdır ki, cavabımız olacaq A variantı. Mətndə tünd qara hərflərlə verilmiş sözün qarşılığını işləndiyi cümləni müəyyən edin. Mühafizəkar monarxlar zamanı çayların axışı, quşların səsi və bədən ritmləri hiss edirlər. Mühafizəkar köhnə adət-ənənələrin tərəfdarı kimi çıxış edən şəxslər, yəni köhnəpərəst insanlar deyirlər. Burada da fikir versəz görərik ki, bu söz mən nə qədər köhnəpərəst sayılsam da təhsilə qarşı deyiləm. Yəni bu sözün qarşılığı köhnəpərəst Y bəndində işlənmişdir. Mətnin ümumi məzmunun ən dəqiq ifadə edən fikir hansıdır? Və fikir versək görək ki, ta qədimdən müasir zamana qədər insan zamanı ölçməyə çalışıb. Yəni bu deməkdir ki, insan bütün dövrlərdə zamana uyğunlaşmağa çalışıb. Cavab olacaq B variantı. Mətnin ümumi məzmunun ən dəqiq ifadə edən fikir insan bütün dövrlərdə zamana uyğunlaşmağa çalışıb. Hansı abzasda nəzəriyyənin elmi təcrübə ilə təsdiqlənməsi təsvir olunur? Yəni fikir versəz burada 4-cü abzasda 1, 2, 3, 4. 1905-ci ildə Albert Einstein nisbilik nəzəriyyəsini irəli sürür. Onun fikrincə zaman sabit deyil, iki eyni saat fərqli sürətlə hərəkət edən gəmilərdə yerləşdirilərsə, onlar bir-birindən geri qalacaq. 1971-ci ildə aparılan Hafelek-Keting təcrübəsində bu nəzəriyyə sübut olundu. Təyyarədə olan atom saatı yerdəki eynisi ilə müqayisədə mikrosaniyələrlə geri qaldı. Yəni cavabımız olacaq 4-cü abzas C variantı. Mətnlə bağlı yanlış fikri müəyyən edin. Baxaq görək bəndlərdən hansı mətnə görə uyğunsuzdur. Mexaniki saatların yaranması insanların həyatını nizama saldı. Bəli, doğrudur. Zen məbədlərində monarxlar zamanı təbiətə əsasən ölçürlər. Bəli, orada saat yoxdur. Təcrübə zamanı təyyarədəki saat yer saatından geri qaldı. 4-cü abzasda bunu gördük. Qədim Misirlər günəş batandan sonra vaxtı ölçməyə çalışmışlar. Bu da doğrudur. Müasir dövrdə zaman insan tərəfindən tam mənimsənilmişdir. Son abzasda nə deyir? Lakin hələ də tam mənimsəyə bilmədiyi möhtəşəm bir sirdir. Zaman insan həm ölçməyə, həm başa düşməyə, həm də tabe etməyə çalışdığı, lakin hələ də tam mənimsəyə bilmədiyi möhtəşəm bir sirdir. Cavabımız olacaq Y variantı. Bu fikir mətnlə bağlı doğru deyil. Yəni mətnə görə yanlış fikirdir. Mətndə nöqtələrin yerinə məzmuna uyğun ifadə yazın. Daha sonra Babillər ayın dövrlərini izləyərək ilkin təqvimlər yaza bilərik da. Düzəltdilər. Sonra yaza bilərik. Tərtib etdilər. Hazırladılar. Qurdular və s. Buna uyğun fikirlər yazıb sualı cavablandıra bilərik. Müasir şəhərlərdə zamanın rolu necədir? Bax, bu sualın cavabını bu hissədə rahatlıqla tapa bilərik. Kəndlinin bioloji ritmlə yaşadığı dövrdən sənaye fəhləsinin dəqiqələrə bölünmüş həyatına keçid baş verdi. Artıq deyə bilərik ki, müasir şəhərlərdə saniyələr belə, dəqiqələr belə məhsuldarlığın ölçüsünə çevrilib. Yəni bunu biz bu formada deyə bilərik. Zaman, saniyə, dəqiqələr belə məhsuldarlığın ölçüsünə çevrilib. Və yaxud yazarıq ki, məsələn, saniyələr çox dəyərlidir və s. Buna uyğun fikirlər yazıb sualı cavablandıra bilərik.